Salam, hər vaxtınız xeyir olsun. Sizlərə haqqında söhbət açacağım insan hər zaman bir bərdəli olaraq fəxr etdiyim, qürur duyduğum Məmmədov Şahin Şəmiloğludur. Məmmədov Şahin Şəmiloğlu 2 aprel 1951-ci ildə Bərdə rayon Gərənə kəndində Ziyalı ailəsində anadan olmuşdur. 1968-ci ildə Bərdə şəhər 5 saylı orta məktəbi bitirərək həmin il Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1972-ci ildə institutu bitirərək Şahin Məmmədov iqtisadçı ixtisasına yiyələnmişdir və həmin ildən də əmək fəaliyyətinə başlamışdır. 1972-75-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Bərdə rayon komitəsinin 105 saylı texniki peşə məktəbində Azad Komsomol təşkilatının katibi, həmçinin 1974-75-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Bərdə şəhər 1 saylı orta məktəbdə Azad Komsomol təşkilatının katibi, 1975-78-ci illərdə Bərdə rayon partiya komitəsində statist, 1978-81-ci illərdə Bərdə rayon məlumat hesablama stansiyasında rəis müavini, 1981-90-cı illərdə Bərdə 3407 saylı Əmanət Bankının müdiri, 1990-2000-ci illərdə Bərdə rayon Statistika İdarəsinin rəisi, 2001-2002-ci illərdə Bərdə rayonu üzrə Vergilər İdarəsinin rəisi, 2002-2003-cü illərdə Bərdə rayon İcra Hakimiyyətində baş mühasib, 2003-2005-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin müdiri, 2006-2007-ci illərdə Kapital Bank Bərdə filialının aparıcı mütəxəssisi, 2007-2011-ci illərdə Kapital Bank Tərtər filialının müdiri, 2011-ci ilin aprel ayına qədər Tərtər rayon kommunal təsərrüfat müəssisəsində rəis müavini və həmin ilin aprel ayından sonra 2012-ci ilə qədər Bərdə rayon Mənzil İstismar İdarəsinin rəisi vəzifələrini icra etmişdir. 2012-2018-ci illər ərzində Bərəkət və Nəsib kəndli fermer təsərrüfatlarının direktoru olmuşdur. 2018-ci ildən Bərdə Çörək Asıq Səhmdar Cəmiyyətinin direktoru olaraq fəaliyyətə başlamış və hal-hazırda da fəaliyyətini davam etdirir. Şahin müəllim tutduğu vəzifələr ilə bərabər xalqımızın ictimai həyatında da mühüm rol oynamışdır. Rayon Komsomol Komitəsinin plenum üzvü və təftiş komissiyasının sədri, Rayon Partiya Komitəsinin plenum üzvü və təftiş komissiyasının sədri, 5 il Azərbaycan Respublikası Ali Məhkəməsinin xalq iclasçısı kimi fəaliyyət göstərmişdir. 1973-74-cü illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Ailəlidir. 3 övladı, 7 nəvəsi, 1 nəticəsi var. Şahin müəllimə həyat fəaliyyətində uğurlar, ən vacib nemət olan can sağlığı, işlərində müvəffəqiyyət arzu edirəm. Hər zaman Bərdəlilər üçün fəxr, qürur mənbəyisiniz. Allah sizi qorusun. Var olun.